Bağban düzbucaqlı formasında olan göl sahəsinin ətrafına eni hər yerdə eyni olan cığır çəkməlidir. Göl sahəsinin eni 8, uzunluğu 10 metrdir. Cığırla birlikdə ümumi sahə 120 kvadrat metr olarsa, cığırın eninin neçə metr olduğunu hesablayın. Cığırın enini x götürsək, onda bu sahənin, yəni cığırla birlikdə sahənin eni olacaqdır 8 üstəgəlinsin 2x. Çünki hər tərəfdən x qədər artmış olur. Uzunu isə 10 üstəgəlinsin 2x, çünki hər tərəfdən x qədər artmış olur. Sahə də olur, deməli 8 üstəgəlinsin 2x vurulsun 10 üstəgəlinsin 2x bərabərdir 120. Deməli, buradan 2-ni çıxarsaq, 4 üstəgəlinsin x vurulsun, buradan 2-ni çıxarsaq, 5 üstəgəlinsin x bərabərdir 120. 120-ni 4-ə bölsək 30 eləyir. Deməli 4 üstəgəlinsin x vurulsun 5 üstəgəl x bərabərdir 30. Buradan elə avtomatik görürük ki, x-i 1 götürsək, 4 üstəgəl 1 5 eləyir, 5 üstəgəl 1 6 eləyir. 5-i də 6-ya vurduqda 30 alınır. Lakin biz burada kvadrat tənliyi də həll edə bilərik. Yəni yazaq. 4-ü 5-ə 20 üstəgəlinsin 4 ilə 5-in cəmi 9x üstəgəlinsin x kvadrat bərabərdir 30. X kvadrat üstəgəl 9x çıxılsın 10 bərabərdir 0. x1 üstəgəl x2 bərabərdir mənfi 9. x1 vur x2 isə bərabərdir mənfi 10. Deməli, hasili mənfi 10, cəmi isə mənfi 9 verən ədədlər biri olacaq mənfi 10, digəri isə 1. Bilirik ki, uzunluq mənfi olmaz, ona görə də cavabımız olacaq 1. Və bizdən cığırın eni soruşulurdu. Cığırın eni oldu 1 metr.